zilliyi ilə Asan Radio təqdim edir. Rəqəmsal Dialoq. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli dinləyicilər, hər birinizi salamlayıram. Rəqəmsal Dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Asan Radio və Nazirliyin Facebook səhifəsində hal-hazırda canlı yayımdayıq. Suallarınızı şərh bölümünə yaza bilərsiniz. Daha sonra 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün biz Azərpoçtda risklərin idarə edilməsi prosesi barədə danışacağıq. Studiyamızın qonağı da elə Azərpoçtdandır. Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin Risklərin İdarə Edilməsi Departamentinin direktoru Elşən Adıgözəlov. Salamlayıram Elşən müəllim, xoş gəlmisiniz. Salamlayıram, mən də təşəkkür edirəm bu imkanın yaradılması üçün. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul edib gəldiniz. İstərdim ümumilikdə risklərin idarə edilməsi nədir və bu Azərpoçt üçün niyə vacibdir? İlk olaraq bundan danışaq. Risklərin idarə edilməsi müəssisənin fəaliyyətinə mənfi təsir göstərə biləcək potensial hadisələr öncədən müəyyən edib, onlara qarşı tədbirlər görmək prosesidir. Azərpoçt kimi geniş miqyaslı bir müəssisə kimi də bu çox xüsusi vacibdir. Çünki biz həm poçt xidmətləri, maliyyə əməliyyatları və rəqəmsal həlləri təqdim edirik. Bu sahələrin hər birində ayrı-ayrılıqda əlbəttə ki, öz riskləri mövcuddur və onların düzgün idarə olunması müştəri məmnuniyyəti, xidmətlərin dayanıqlığı və etibarlılığı baxımından önəmlidir. Hansı sahələrdə risklərin idarə edilməsi daha aktualdır Azərpoçt üçün? Demək olar ki, bütün sahələrdə bu çox aktual bir mövzudur, amma xüsusilə bank sektoru, sığorta, səhiyyə, tikinti və energetika kimi sahələrdə bu yüksək əhəmiyyət daşıyır. Həmçinin dövlət qurumlarında və IT sahəsində də risk menecment vacib yer tutur. Aydın, bəs belə olduğu halda Azərpoçt konkret hansı risklərlə üzləşə bilər? Bütün sahələrdə olduğu kimi də Azərpoçt bir çox risklərlə rastlaşa bilər, amma əsas risklər əməliyyat riskləri, burada sistem nasazlıqları, insan səhvləri, proseslərin pozulması, informasiya təhlükəsizliyi riskləri, burada vətəndaşların məlumatlarının saxlanması, texniki infrastrukturun müdafiəsi, maliyyə riskləri olduğu halda, yəni yaranandığı halda maliyyə əməliyyatlarında gecikmələr, səhv köçürmələr, logistika riskləri, çatdırma gecikmələri və fiziki şəxslərin bağlamaların fiziki zədələnməsi, reputasiya riskləri və tənzimləyici risklər, burada normativ dəyişikliklər uyğunlaşdırılmamalı. Bəs Azərpoçt bu riskləri necə aşkarır və qarşısını necə alır? Azərpoçtda, yəni bizdə bu proses risklərin idarə olunması sistemli şəkildə həyata keçirilir. Hər il və illik və rübülük əsasda hesabatlar hazırlanır, təhlillər aparılır, qiymətləndirilmələr edilir. Eyni zamanda beynəlxalq ISO standartlarına əsasən risk xəritələri hazırlanır və hər xidmət sahəsində potensial risklər müəyyən olunur və onlara qarşı tədbirlər planı hazırlanır. Misal üçün, poçt göndərişlərinin gecikməsi izlənməsi üçün real vaxt rejimində çalışan sistem qurulub və daxili proseslərimizin də izlənməsi üçün limit və səlahiyyət bölgüsü yaradılıb. Aydın, bəs risk reallaşdıqda Azərpoçt hansı addımlar atır? Hər hansı bir riskin reallaşması halında qabaqcadan hazırlanmış fəaliyyət planları işə düşür. Məsələn, sistemdə nasazlıq baş verərsə, operativ texniki dəstək və bərpa komandaları işə düşür. Müştərilərə məlumat verilir və alternativ xidmətlər kanalları ilə aktivləşdirilir. Eyni zamanda baş vermiş riskin həlli aparılır ki, təhlili aparılır ki, təkrar yaşanmasın və bu yanaşma dayanıqlıq prinsiplərinə əsaslanır. Yəni yalnız reaksiya vermək yox, eyni zamanda da gələcəkdə proaktiv bu risklərə qarşı proaktiv addımlar atmaq mümkün olsun. Bəs Azərpoçt əməkdaşları risklərin idarə olunması prosesinə necə cəlb olunurlar? Risklərin idarə olunması yalnız rəhbərliyin, yəni bütün strukturlarda, bütün təşkilatlarda olduğu kimi yalnız rəhbərliyin və müvafiq strukturun işi deyil. Biz bunu qurum daxilində risk mədəniyyəti kimi formalaşdırmağa çalışırıq. Əməkdaşlara risklər haqqında təlimlər keçirilir, daxili platformada bildiriş və təlimatlar bölüşülür. Eyni zamanda əməkdaşların
qarşılaşdıqları risklər barədə məlumat vermə mexanizmi var, yəni prosesləri mövcuddur. Bu da risklərin erkən mərhələdə aşkarlanmasına şərait yaradır. Aydındır Elşən müəllim, təşəkkür edirəm. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, sizin bizi izləmə imkanınız da var. Asan Radio və Nazirliyin Facebook səhifəsində hal-hazırda video formatda canlı yayımdayıq. Suallarınızı şərh bölümünə yaza bilərsiniz. 070 65 56 100 WhatsApp nömrəmizə və 012 56 56 100 şəhər nömrəmizə də ünvanlaya bilərsiniz. Bugün Azərpoçtda risklərin idarə edilməsi prosesi barədə danışırıq. Studiyamızın qonağı Azərpoçta MMC-nin risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlovdur. Biz indi qısa fasiləyə ayrılacağıq. Umid mağazalarından möhtəşəm indirim. Şivak elektrikli su qızdırıcı 80 litrlik indi 233 manat değil 189 manat. Neohot pişirmə paneli 129 manata değil cəmi 99 manata. Umid xeyirli alış-verişlər. Asan Radyo'da reklam. Hilfan'dan şok indirimler. Hilfan kompozit boru 1 manat 35 qəpik değil 1 manat 19 qəpik. Hilfan boru sağlamlığını koru. Məhsulu bütün inşaat mağazalarından alabilirsiniz. Park Akademi, Bakının elit mərkəzində premium yaşayış. Elmlər Akademiyası metrosunun qarşısında hazır binada çıxarışlı və geniş mənzillər. Park Akademi, lüks bir seçimdir. Ətraflı 010 414 1010. Yayın son indirimləri Tam Store marketlər şəbəkəsində 3-16 sentyabr tarixlərində 400 ml Head & Shoulders şampun çeşidləri 6 manat 98 qəpik, 330 ml Jarakola 54 qəpik, 75 qram Long Chips çeşidləri 1 manat 98 qəpik olacaq. Tam Store, tam istədiyiniz market. Avantdan Şərifzadədə yeni premium layihə, müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də Whitebox 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Yaşam məktəbinə qəbul davam edir. İl ərzində yüksək nəticə göstərən 6-cı, 10-cu sinif şagirdlərinə növbəti ildə 75%-ədək endirim. Azərbaycan, Rus və Cambridge proqramı üzrə ingilis bölmələri. Telefon 051 557 0000 3w yaşamməktəbi.az. Park Residences 1, 2, 3'ten sonra Park Residences 4 gəlir. Sibriz'in ən populyar layihəsində növbəti mərhələ başladı. Bu dəfə gecikməyin. 840 nömrəsinə indi zəng edin. Müasir Avropa minimalizmi üslubunda olan mənzillər 38 kvadrat metrdən 100 kvadrat metrədək sahəyə malikdir və təmir olunmamış təhvil verilir. Rahat ərazi, landşaft dizaynı, böyük hovuz və sakinlər üçün özəl infrastruktur. 840 nömrəsinə zəng edin. Asan Radyo'da reklam. 050 60 06 100. 17 sentyabrədək Bravo'da super qiymətlər sizi gözləyir. 450 qramlıq berqaytırlı qara çay 9 manat 99 qəpik. 1 kiloqram Ülker Albeni şokolad çeşidləri 13 manat 99 qəpik. Keyfiyyətli məhsullar üçün Bravo, doğru seçim. Rəqəmsal dialoq. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Fasilədən sonra yenidən mövzumuza qayıdırıq. Bugün Azərpoçtda risklərin idarə edilməsi prosesi barədə danışırıq. Studiyamızın qonağı Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlovdur. Elşən müəllim, bəs maraqlıdır. Müştərilər şikayətləri, yəni müştərilərin şikayətləri, riskləri aşkarlamaqda hər hansı kömək olurmu? Əlixan, müştərilərin şikayətləri və rəyləri bizim üçün vacib olan siqnal rolu oynayır. Şikayətlər yalnız xidmət keyfiyyəti deyil, eyni zamanda gizli qalan risklər barədə də məlumat verir.
Məsələn, müəyyən bölgədə təkrarlanan çatdırılmalarda təkrarlanan gecikmələr halı baş verdiyi halda o deməkdir ki, orada artıq bu logistikada müəyyən risklər mövcuddur. Bu baxımdan müştəri şikayətləri vətəndaşların özləri tərəfindən bildirilən risk məlumatıdır. Yəni biz də ondan faydalanıb o risklərin bağlanmasına çalışırıq. Aydın. Bəs rəqəmsal transformasiya və innovasiyalar Azərpoçtda yeni risklər yaradırmı? Bəli, əlbəttə ki, rəqəmsallaşdırma bir tərəfdən xidmətləri daha çevik və əlçatan edir, digər tərəfdən əlavə risklər yaradır. Bu risklər hansılardır və Məsələn, məlumatların təhlükəsizliyi, sistemin inteqrasiyası və istifadəçi davranışlara uyğunlaşma məsələləri aktuallaşır. Bu səbəbdən biz rəqəmsal xidmətləri təqdim etməzdən öncə texniki testlər edirik, texniki audit aparırıq və eyni zamanda əməkdaşlarımız üçün maarifləndirmə və təlimlər keçiririk. Bəs bu risklərin idarə olunmasında beynəlxalq təcrübədən yararlanırsınızmı? Əlbəttə ki, fəaliyyətimizdə beynəlxalq təcrübəyə əsaslanaraq ISO 9001 keyfiyyəti idarə etmə sistemləri və tələbləri və ISO 31000 risk management standartları çərçivələrində istifadə olunur. Eyni zamanda Ümumdünya Poçt İttifaqı tərəfindən verilən təhlükəsizlik tövsiyələri nəzərə alınır və beynəlxalq tərəfdaşlarla mütəmadi əlaqələr qurulur və onların da təcrübəsi və rəqəmsal təhlükəsizlik sahəsində qabaqcıl təcrübələri tətbiq edirik. Bəs bu vətəndaşlara necə təsir edir? Vətəndaşlara bu proses vətəndaşlara daha sabit, təhlükəsizlik və sürətli xidmət göstərir. Bu prosesin sayəsində xidmət göstərir. Əgər hansısa nasazlıq baş verərsə, operativ tədbirlər və alternativ kanallar vasitəsilə xidmət davamlılığı təmin edilir. Aydın. Bəs gələcəkdə necə risklərin idarə olunması sahəsində hər hansı bir yenilik olacaqmı? Planlarımız proqnozlaşdırıcı analitika, süni intellekt ilə risk təhlili və eləcə də beynəlxalq təcrübə inteqrasiyası daxildir. Yəni yalnız mövcud risklərə cavab vermək yox, potensial riskləri öncədən təxmin edib önləyici tədbirlər görmək bu bizim əsas hədəflərimizdən biridir. Aydın. Eşəməm. Son olaraq vətəndaşlar Azərpoçtun bu sahədə gördüyü işlərdən necə faydalanır? Bu barədə danışardınız. Bu vətəndaşlara daha etibarlı, fasiləsiz və şəffaf xidmət göstərmək deməkdir. Poçt göndərişlərinin vaxtında çatdırılması, maliyyə əməliyyatlarının təhlükəsiz icrası və rəqəmsal sistemlərin daim əlçatan olması bunların hər biri risklərin idarə olunması prosesinin bir hissəsidir və onun nəticəsidir. Bizim məqsədimiz vətəndaşlara Azərpoçta güvənməsi və narahatlıq yaşamadan xidmətlərin istifadə etməsidir. Aydın, təşəkkür edirəm. Çox sağ olun ki, mən sizə təşəkkür edirəm yaratdığınız bu imkan üçün. Çox sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, Asan Radionun efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Aparıcı mən idim Alidə Mustafayeva. Bugün biz Azərpoçta risklərin idarə edilməsi prosesi barədə danışdıq. Studiyamızın qonağı Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin risklərin idarə edilməsi departamentinin direktoru Elşən Adıgözəlov idi. Sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.